Herkese salam dostlar, yepyeni Free Fire videomuza da qarşınızdayıq. Dostlarım, bu dəfəki videomuzda sizlərə yeni gələcək etkinlikləri göstərmək istəyirəm. Əvvəla günün sualını sizlərə təqdim edeyim. Free Fire'da sizcə ən dəyərli paltar hansıdır? Bilən varsa kommentlərə qeyd eləsin. Görək neçə nəfər düzgün cavab verəcək. İndi isə keçək videoya. Videoya başlamazdan öncə kanala abunə olub videoya like atmağı unutmayın. Əgər bu videoda ən az 400 like gələrsə, bu serinin davamını gətirəcəm. Nəysə, vaxt itirmədən videoya keçək. Dostlar, başlayır ilk etkinliğimizdən. Görmüş olduğunuz kimi Naruto kostyumları, ümumiyyətlə animeyə aid bütün kostyumların, bütün olmasa da 4 ədədi Tokenvilla, yəni şans çarxına gələcəyi gözlənilir. Hətta baxın, bu narıncı rəngdə olan Sasuke var ha, baxın, o çox qəşəngdir. Mən ən çox bəyəndiyim anime kostyumu odur. Bunlar da qəşəngdir, bunlar da pis deyil. Amma bu bizim serverə gəlib gəlməyəcəyindən dəqiq əmin deyiləm. Sadəcə belə deyək də, məlumatlara əsasən sizlərə hər ehtimala qarşı göstərirəm ki, xəbərdar olasınız, birdən gələ bilər. Ona görə indidən deyim, elmaslarınızı saxlayın. Baxın, belə bir, bu vapşi qəşəngdir, bu çox qəşəngdir. Bunu hətta deyəsən solmuş çarka gətirmişlər, səhv eləmirəmsə, Faded Villa gətirmişlər. Yəni belə olacağı gözlənilir. Hər halda 150 elmasdan aşağı olmayacaq. Çox böyük ehtimal 5 spin, yəni 5 çevirmə. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, baxın, görmüş olduğunuz kimi yer kürəsini, ikili ifadədir bu arada. Yer kürəsini 2 nəfər belində tutur da, hə. Belində tutduğu yerdə, baxın, belə bir gözəl bir ifadədir. Möhtəşəmdir ya, amma mən alacağımı düşünmürəm, amma yenə də sizlərə göstərim. Bizim serverə gələcəyi dəqiqdir. Yəni günlərin bir günü yatacağıq və səhər durub görəcəyik ki, baxın, belə bir ifadə serverimizdə yer alıb. Yəni indidən deyim, yəni almağa dəyirsə alın, zövqünüzə görədirsə ala bilərsiniz. Dostunuzla birlikdə çəkə biləcəyiniz möhtəşəm bir ifadədir və bunun da eyni zamanda solmuş çarka gələcəyi gözlənilir. İnşallah da ki, solmuş çarka gələr. Çünki ən bəxtli etkinliyi elə solmuş çarkdır. Çünki bəzən ən azından tək atma şansı verir bizə. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, bəli, keçən əvvəlki videoda göstərdim. Bu dəfəki videoda yenidən göstərirəm. Yeni gəlmiş olanlar ola bilər. Yumruq deseninin, yəni 9-cu il dönümünə özəl yumruq deseninin gələcəyi artıq dəqiqləşdi. Bizim serverə mütləq və mütləq şəkildə gələcəyidir. Baxın, hətta Faded Villa solmuş çarka gələcəyi gözlənilir dostlar. Vaxt itirmədən yavaş-yavaş keçək növbəti etkinliyimizə. Bəli dostlar, hər videoda göstərdiyim kimi bu dəfəki videoda göstərirəm. Sakura'nın artıq Rus serverinə gələcəyi dair bir məlumat aldım mən. İnşallah ayın 12-si ilə 15-i aralığında gələcəyi gözlənir, amma indidən deyim, dəqiq deyil uşaqlar. Garena hər zaman tərs köşə eləyib bu etkinliyin əvəzinə ayrı etkinliyi də göndərə bilər. Ona görə də sizlərə deyim, yəni bu rəsmi məlumat deyil. Nəzərinizə çatdırım. Buradakı paltarları göstərim sizlərə və qabaqcadan sizlərə deyim, işdir. Birdən gəlsə, sizə bir məsləhət, bunu almağınız yəni heç tövsiyə edilmir. Səbəbini deyim. Çünki deyək ki, baxın, bu 50 çevirmədən Sakura'nın özünü tutuzdura bildiniz. Yaxşı, bunu başa düşdük. Amma düşünürsünüz ki, hesabın dəyəri artır. Xeyr, artmayacaq. Çünki sizdə Sakura rozeti olmadığı üçün hesab old sayılmır. Yəni bu da istəyir lap bir dənə yox, istəyir lap 1000 dənə Sakura olsun hesabda. Fərq eləmir. Yenə də hesabın dəyərində elə də güclü bir dəyişiklik olacağını düşünmürəm. Nəysə, paltarları sürətli bir şəkildə sizlərə göstərək və keçək növbəti etkinliyimizə. Növbəti etkinliğimizə dostlar, bəli, Şeytan Baş etkinliyinin geri dönəcəyi artıq dəqiqləşdi və bizim serverə də gələcək. Şeytan Baş artıq deyəsən 3-cü ya 4-cü dəfədir bizə comeback eləyir. Əslində qalsa yaxşıdır, yəni kimin hesabında yoxdursa təmin eləyə bilər. Hətta məndən soruşurdunuz ki, Şeytan Baş gələcəkmi, Şeytan Baş gəlirmi, tarixi nə vaxtı, tarixini bilmirəm dostlar. Çox böyük ehtimal iyul ayının ortalarına təsadüf edilir. Amma yenə də deyirəm, dəqiqdir. Gec ya tez bir gün yatıb duracağıq və bir də görəcəyik ki, artıq bu da bizim serverimizdə yer alıb. Baxın, burada belə bir maşın desenimiz də var. Qəşəngdir ya. Düzdür, almaq fikrim yoxdur. Şeytan Başa əgər belə deyək də jetonum çatsa, bəlkə alaram. Divar da baxın bu şəkildədir. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Keçən əvvəlki videoda göstərdim və bu dəfəki videoda göstərirəm. Yenə dediyim kimi yeni gələnlər ola bilər, onların da xəbəri olsun. Baxın, belə bir
davul takımını çaldığı yerdə ifadədir. Yeni gələcək və bizim serverə gələcəyi dəqiqləşdi. Lucky Royale etkinliyinə gələcəyi gözlənilir. Eyni zamanda yanında baxın belə bir gülmə ifadəsi və zurna çaldığı yerdə ifadə. Biri də bilmirəm boynunu qırır, başını qırır, bilmirəm mənə çatmadı. O üçüncü ifadəni indi sizlərə göstərəcəm. Amma çox böyük ehtimal ki uşaqlar, bu gəlin mən sizə deyim, çox böyük ehtimal ki bu Lucky Royale-a gəlməyəcək. Gəlsə də ki ona aid bir ifadələr şəklində gələcək. Baxın, içərisində gülmə ifadəsi gəlmə ehtimalı çox azdır. Deyim niyə? Çünki gülmə ifadəsi üçün ayrıca Lucky Royale etkinliyi olacağı gözlənilir. Yəni onun otomata hazırdır artıq. Sadəcə bəzi serverlərə gedib bizim serverlərə də gələcəyi gözlənilir. Amma yəni bu ifadənin yanında siz gülmə ifadəsi gözləməyin uşaqlar. Onun ayrıca Lucky Royale etkinliyi var. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, baxın görmüş olduğunuz kimi belə bir 3 ədəd divarı bir Lucky Royale etkinliyinin içərisinə yığıblar və bizlərə təqdim edəcəklər inşallah Allahın izni ilə. Bəzi serverlərə gedib bizim serverə də gələcəyi deyə bir iddialar var. İnşallah da gələr, yəni çünki çox gözəl divar desenlərdir. Baxın görmüş olduğunuz kimi bu ilandır, nədir? Meymuna oxşuyur, ilana oxşuyur. Tutuzdura bilmədim. Baxın üzərində tank şəkli formasında belə bir divar desenimiz də var. Məncə əladır, yəni almağa dəyər, kim istəyirsə ala bilər. Vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, mənə neçə dəfə deyirdiniz ki, pulsuz veriləcək etkinliklər göstər, pulsuz veriləcək etkinliklər göstər. Baxın, yenə pulsuz verilən etkinlik gələcək uşaqlar. Baxın, divar deseni var, qəşəng divar deseni özdə, yəni video əladır. Yəni burada müəyyən tapşırıqlar müqabilində veriləcəkdir. Və bəli dostlar, bu dəfəki videomuzda da bu qədər. Ümid edirəm bəyəndiyiniz bir video olmuşdur. Dediyim kimi bu videoya ən az 400 like gələrsə bu serinin davamını gətirəcəm. Bir dənə like atırsınız, bir dənə də abunə olursunuz. Yəni sizdən maddi bir şey tələb olunmur uşaqlar. Ona görə də hansı ki bunu hər biriniz edə bilirsinizsə, bir dənə mənə dəstək olun. Yəni dəstək olmaq qədər də çətin bir şey deyil. Sadəcə abunə olaraq və like ataraq dəstək ola bilirsiniz. Nəysə, bu dəfəki videomuzda bu qədər. Sağ olun, salamat qalın.